Hər vaxtınız xeyirli olsun, əziz izləyicilər. Mənim adım Əminətdir və mən ingilis dili müəllimiyəm. Hal-hazırda istifadə etməkdə olduğunuz bu səhifənin də yaradıcısı özüməm. Səhifənin yaranma səbəbindən danışmaq istəyirdim sizə. Bildiyimiz kimi hal-hazırda ingilis dilinə olan böyük tələbatı və onu öyrənmə son tendensiyaları nəzərə alaraq düşündüm ki, belə bir səhifə yaradım. Səhifədə nələr görəcəksiniz və nələri gözləyin. Səhifədə gündəlik danışıqda istifadə olunan frazalar olsun, sözlər olsun, yəni bu tip sözlər yaxud da qrammatik qaydalar, yəni bunların izahı veriləcək. Həmçinin də mən davamlı olaraq bu səhifəyə canlı ingilis dili dərsləri özüm izah edərək yükləyəcəm. Qrammatika dərsi olsun, yaxud da ki sözlərlə bağlı olan istənilən dərs olsun, izahı ilə bağlı. Davamlı olaraq, yəni hər həftə sizə müxtəlif videolarla həmin dərsləri təqdim edəcəm. Sizin də eləyə biləcəyiniz ondan ibarətdir ki, sizin də hər hansı bir istədiyiniz mövzu varsa, yəni istənilən mövzuda bir çətinlik çəkirsinizsə, onu mütləq səhifənin inboxuna yazaraq mənə bildirin, əlaqə saxlayın və həmin dərsi növbəti dəfə video şəklində sizə təqdim edəcəm. Səhifənin əsas məqsədindən elə bu qədər. Mesajlarınızı gözləyəcəm, yəni yazılarınızı gözləyəcəm. Ümid edirəm ki, faydalanacaqsınız. Hələlik görüşənədək.